İsmayıllı'nın Hacətəmli kəndində şəhid atasına aldadaraq pulunu oğurlayıblar. Hadisə İsmayıllı'nın Hacətəmli kənd sakini şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib. Şəhid atasının sözlərinə görə 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər. Şəxslərdən biri 1-ci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə 1-ci mərtəbədə pulları oğurlayıb. Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib. Bizi şirkətdən göndərib, sizə divan göndərib. Mənim icazəm olmadan qapını açıb, girdilər Kavrovka ilə. Gətirib o deyə qızı yanına qoydu o biri pəncərəyə. Mən onlardan soruşdum ki, bu hədiyyəni kim göndərib, hansı şirkət göndərib? Zaten Kavrovkanın birini gətirdi bəri. Dedi bu şirkət, dedim yəqin şəhid ailəsinə göndərirlər. Dayanıb baxdı, dedi ha. Bu biraz şüphə yarattı məndə. Orada özləri görürdü, o Glazok'tan şəhidimin haqqında kitab vardı. Kitabı getirib verdim onlara, şəhid ailəsiyim. Bildilər ki, şəhid ailəsiyim. Baxdı kitaba, qoydu, elə belə də qoydu da televizorun qabağına. Getdim, kitabı yerine koydum, gelip oturduk. Sonra dedi ki, biri dedi ki, sakallı oğlan. Bunun büyütülmüş şekli var mı? Dedim var. O da yukarı mərtəbədədir. Gittik, biri oturdu burada. O sakallı oğlan çıktı benden yukarı. Gidip şekili tapıp gösterdim. Telefonda şeklini çekti. Cemi 2 dakika yarıma bu şekil ameliyatı kurtardı. Telefonda zəng geldi. Götürüp telefonda danışır. Dedi ha. Gelirim, bu saat gelirim. Düşürəm aşağı. Qayıdıb düşüb geldik bura. Geldik bura. Tələsik getmək istədir. Dedim, çayımız qaldı axı. Dedi, qayıdıb gelirik. Qayıdıb gelirik. Bizi orada çağırdılar. Çağırdılar, gedirsiniz, gedirsiniz. Ve salam. Onlar gitti. Çıktım darvazadan. Dallarınca baktım. Ne maşiniydi? Maşın zat görmemişim. Maşın yok idi. Yoktu. Piyada gettiler o istikamete. Gettiler geldim. Neyse aktardım. Dedim bunlara bir şirinlik vermek istedim. Gittim pula baktım, gördüm bir tane beşlik vardı orada. Dedim bu azdı. Pul yoktu. Yani koyduğunuz yerde pul yoktu. Ya koyduğum yerde ondan bir 15-20 dakika evvel ben koymuşum o pulu oraya. Defterin altına. Gördüm ki ben de sigaret almışım. Birini açmışım oradadır. O pencerededir. Biri de buradadır. Dedim sigaret de yoktu. Tecrübelendim. Bu neyce oldu? Orada pul yoktu. Burada da pencerede sigaretim yoktu. Derhal çıktım şöyle. Darvazadan şöyle çıktım. Görek kimi görürüm. Soruşarım görek onlar hara gittiler kimi. Hiç kes rast olmadı. Ben de geze bilmiyorum. Biraz ayaklarım ağrıyor. Geze bilmiyorum. Qayıdıb geldim.
Pulun yerini təxminən bilirdim ki, filan yerdədir. Getdim, qurdaladım, yoldaşımın kravatının yanında sumkası vardı. Sumkanı götürdüm, açdım. Pul yoxdur. Başa düşdünüz ki, oğurlayıblar. Ha, o saat başa düşdüm ki, bunlar oradan beşlik götürdü, buradan paprası götürdü, sumkadan da pulları. 2500 manat sumkadaydı. 5 manat da oradan götürdü. 2500 manat pulu götürüp gittiler. Dedi qayıdıb gelirik, gelip çay içerik. Sonra gəlmədi. Və salam. İsmayıl rayonunun Hacətəmli kəndində yerləşən fərdi yaşayış evindən 2500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilib və hazırda qeyd olunan şəxslərin kimliyinin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rafiq Həsənov, Elçin Məlikov, Nilufər Qəhrəmanova, İsmayıllı.